Bakıya gələn xarici müğənnilərin konserti 10 min ilə 30 min arası izləyici cəlb edir. Yaqin Kazımovanın konsertləri də 6 min ilə 10 min arasında dəyişir. Yağış yağanda, qarda, boranda insanlar tullana konsertə gedirlər. Əllərində telefon, ürəklərində coşqu. Hər konsertdə eyni izdiham. Şəhidlər Xiyabanını ziyarət edənlərin sayı isə orada illik ziyarətçinin sayı 500-1000 nəfəri keçmir. 500 və 1000 nəfər. Və onu da unutmayaq ki, həmin ziyarətçilər o torpaqlarda yatanların öz doğmalarıdır. Yəni əyləncəyə 1000 nəfər gedir, amma bir qərənfil üçün ayaq açanlar azlıqda qalır. Əgər o qəhrəmanlar onların öz yaxını olsaydı, yağış, qar, soyuq heç birini dayandıra bilməzdi. Mən isə burada dayanıb baxıram. İnsanlar illərlə əyləncəyə tullana gedir. İldə bir dəfə belə xiyabana bir qərənfil alıb getmək çətindir. İntiqam Abbasov, Vüsal İsmailzadə, Sənan Abdullayev. Sizinlə qan bağım yoxdur. Amma siz mənim ən doğmalarımsınız. Sizi qardaşım, atam bilib yaşadıram.